intensiv çoxalaraq 192 fərd əmələ gətiribsə, bu zaman axırıncı bölünmə mərhələsində 3 ilkin bakteriyadan birinin neçə fərdi iştirak edibdir? Bizdən deməli birinin neçə fərdi iştirak etdiyini soruşur və biz belə bir iş görək. Bakteriyaların bölünməsini yazaq. Deməli, burada 1 saat oldu deyək ki, məsəl üçün 3 bakteriya bölünür, 6'sı yaranır, 6 bölünür, 12'si yaranır, 12 bölünür, 24'ü yaranır, 24, 48 bakteriya, 48, 96, 96 bölündü, 192 bakteriya yarandı. Vaxtı da yazaq. Deyək ki, burada 2 saat müddət olubdur. 2 saat müddəti 192 bakteriya əmələ gəlibdir. Bizim bakteriya da deyir ki, axırıncı bölünmə mərhələsində. Bizdə axırıncı bölünmə 196'dır. Altına plus işarəsi qoyaq. Bu bölünmə axırıncı bölünmədir ki, yaranıb 192'si. Və 3 bakteriya bölünəndə 96 axırıncı bölünməyə məruz qalan bakteriya yaranıbsa, bəs bir bakteriya bölünəndə axırıncı bölünmədə neçə fərd burada vardı deyirsə, tam bunu da buradan tapmaq olar. 96 bölü 3, 32 bakteriya tapmaq olar. Bunun bir dənə də asan bir yolu deyibsə, baxın, birinci sütunda 20 dəqiqə və 3 bakteriya yazmışıq. Bunun altında duran bakteriya x qoyuruq. İkincinə məsəl üçün 2x qoyuram. Üçüncünə 4x qoyuram. Yəni bu belədir ki, 2 dəfə arta gedir. 8x olur. Məsəl üçün 16x, bir də 32x olur. Deməli biz bir bakteriyanı götürəndə 3 yox. Məsəl üçün x riyaziyyatda bilirik ki 1 deməkdir. Tamam, bir bakteriyanı götürəndə yenə 32x'i birbaşa da tapmaq olar. Qısa yolda belə olacaqdır.